7-ci Çağırış Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb. İclasda millət vəkilləri hansı təkliflərlə çıxış ediblər, daha ətraflı Rüstəm Mikayılzadə danışacaq. 2024-cü il payız sessiyasını açıq elan edirəm. Yedinci Çağırış Milli Məclisin 2024-cü il payız sessiyasının ilk iclası keçirildi. Sessiyanın ilk iclasında yeni seçilən deputatlara Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edildi. Vəsiqələrin təqdim olunmasından sonra sessiyanın ilk iclası başladı. İclasda Milli Məclisin yeni yaradılan komitələrinin tərkibi formalaşdırıldı. Parlamentin 2024-cü il payız sessiyasının qanunvericilik işləri üzrə planı təqdim edildi. Millət vəkilləri bir sıra təkliflərlə çıxış etdilər. Bu günləri çox ciddi şəkildə vətəndaşları narahat eləyən vətəndaşların kartlarından pulların çıxarılmasıdır. Və bu sahədə Cinayət Məcəlləsində məsələnin ciddi şəkildə gücləndirməli. Vətəndaşın pensiyasının, vətəndaşın əmək haqqısının, vətəndaşın vəsaitin ayrı-ayrı informasiya texnologiyalarından istifadə eləyərək mənimsəmək və yaxud da götürmək, bundan istifadə etməyin qarşısı qəti şəkildə alınmalıdır. Bələdiyyə seçkiləri bu il keçirilməsi indi bu il olacaq yəqin ki, nəzərdə tutulur. Yerli özünü idarə ilə bağlı bu uyğunsuzluqların ortadan qaldırılması, yəni icra hakimiyyətləri, bələdiyyələr, bunlar arasında səlahiyyət bölgüsü, yerlərdə hədsiz mərkəzləşmə nəticəsində bir sıra problemlərin həll olunmamasının səbəbləri araşdırıb, qanunvericilikdə bu məsələyə də biz ciddi şəkildə toxunmalıyıq. Biz ilk dəfə olaraq müstəqillik əldə edəndən sonra 20 sentyabrda Dövlət Suverenliyi gününü qeyd elədik. Həmin gün münasibəti ilə və Zəfər bayramına qədər ölkəmizdə bir amnistiya aktı qəbul olunsun və bu amnistiya aktı dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla digər şəxslərə şamil olunsun. Gündəlikdə olan 17 məsələdən biri də parlamentin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması idi. Hibrid təhdidlər məkirli niyyətlə planlaşdırılan və həyata keçirilən açıq və gizli hərbiləşdirilmiş, qeyri-hərbi vasitələrin geniş spektrini əhatə edən bir metoddur və əsas hədəfləri dövlət və dövlətçiliyin məhvidir. Qarabağ Savaşında çox möhtəşəm bir qələbənin qazanılması və digər sahələrlə əlaqədar Azərbaycanın uğurla həyata keçirdiyi layihələr potensial olaraq Azərbaycanı bu hibrid təhdidlərin obyektinə çevirmək təhlükəsini yaradır. Əlbəttə ki, bu təhdidin qarşısını almaq üçün dövlətin digər üsullarla həyata keçirəcəyi xətlər olacaqdır, tədbirlər olacaqdır. Qeyd edək ki, sessiyada yeni yaradılan komissiyanın sədri və üzvləri də seçildi. Hörmətli həmkarlar, bununla da bizim iclasımız başa çatdı. Növbəti iclasın tarixi sizə deyiləcək. Sağ olun.